Yarat müasir incəsənət məkanına daxil olan kimi, reallığın sərhəddi yavaş-yavaş şəffaflaşır. Rənglər, formalar və səslər bir həqiqəti pıçıldayır. Dünya göründüyü qədər sadə deyil. Reallığın görünməz qaydalarla proqramlaşdırıldığı ideyasına toxunan Matrix Group sərgisində fərdi seçim kimi qəbul edilən qərarların arxasında daha dərin, görünməz qatlar olduğu göstərilir. 20-21-ci əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində keçirilən ekspozisiya, bu qatları üzə çıxarmağa, tamaşaçını öz reallığını yenidən nəzərdən keçirməyə dəvət edir. Artım layihəsi çərçivəsində təşkil olunan sərgi, gənc rəssamlar üçün eksperiment meydanı oldu. Bir neçə ay bundan öncə biz Matrix mövzusunda rəssamlar üçün açıq çağırış elan elədik və bu açıq çağırışa 100-dən artıq müraciət qazandıq və bu müraciətlərdən seçmə bir sərgi yığdıq. Rəssamlar arasında Türkiyədən də müraciət edən duo bir birlik var. Onlar da iştirak edir bugün sərgidə. Bundan başqa isə 25 yerli rəssamın əsəri burada nümayiş olunur. Sərgilənən hər obraz, hər instalyasiya, hər kadr görünməz bir sistemin izidir. Matrix Group sərgisi tamaşaçını müşahidəçi mövqeyindən çıxarıb sualın mərkəzinə gətirir. Burada hər kəs öz matrisi ilə üz-üzə qalır. Sərgidə 29 rəssam rəngkarlıqdan video instalyasiya və performansa qədər müxtəlif janrlarda işlərini təqdim edirlər. Nümayiş olunan əsərlər mədəniyyətin, tarixin və etik normaların müəyyən şablonlar üzərində qurulduğunu vurğulayır. İlk instalyasiyada hansı ki Məhəmməd Məmmədov onu icra edir. Orada reallığın yeganə ünsürü olaraq insan qanından istifadə etmişik və qan gördüyünüz tibbi borular vasitəsilə bütün instalyasiya boyu davam edir və o monitorda qanın rəqəmsal formada belə deyək ki, təzahürü ilə önə çıxır. Və ikinci instalyasiyaya gedir çıxır bizim işimiz. İkinci hissədə isə biz İlqar Aydını görürük performans hissəsində. O bütünlüklə təbii bitkilər əhatəsindədir və burada biz belə bir sual vermişik ki, daimi olaraq reallıq nədir və bizdə bu cavab təbiətdir. İşlərim rəngkarlıq nümunələridir. Kağız üzərində müxtəlif texnikalardan yağlı boya əsaslı işləmişəm. Mən Matrixə texnoloji yox, daha çox məişət üzərindən və psixoloji tərəfdən yanaşma eləmişəm. Burada 14 ədəd mənim öz avtoportretim var. Amma bu 14 avtoportretin içərisində biz sabit bir formanın içərisində qalsaq da müxtəlif psixoloji halların içərisindəyik. Biz burada baxsaq özümüzü müxtəlif psixoloji halların içərisində tapa bilərik və emosional vəziyyətlərlə bizim sabit olan strukturamız emosional vəziyyətlərlə müxtəlif formalara düşə bilər. Sərgidə xarici rəssamlar da əsərləri ilə sosial kodları araşdırır. Bu isə layihəyə beynəlxalq təcrübəni əlavə edir və reallığın arxasında dayanan mexanizmləri müxtəlif baxış bucaqlarından araşdırmağa imkan yaradır. Onat Saygı ile birlikte algoritmik sanat yapıyoruz. Onat Saygı kaotik bir sistem olarak fraktal yapı seçti, yani ağaç yapısını ve bu ağaç yapısının olabilecek tüm farklı yapılarını ve paralel boyutlarını göstermeye çalışıyoruz buradaki kontrol paneliyle. Bu eserdeki amacımız bir şeylerin algoritmik özü olduğunu gösterip aslında gerçek hayatında bir algoritmik özü olup olmadığını ya da gerçek hayatında bir simülasyon olup olmadığını sorgulatmak biraz da. Ekspozisiya 2 ay boyunca davam edəcək. Bu müddət ərzində iştirakçı rəssamlarla müzakirələr və təqdimatlar təşkil olunacaq. Gənc rəssamlar üçün bu həm öyrənmək, həm sınamaq, həm də öz yaradıcılığını geniş auditoriyaya çatdırmaq üçün böyük bir fürsətdir. Arzu Yusif, Qəhrəman Məmmədov, Həsən Həşimov, Mədəniyyət xəbərləri.